Bu kimdir? Moderatorum. İnsan moderatorla görüntülü danışar? Yox. Mən danışmıram. Mən şəxsən moderatorumla səsli belə danışmıram. Əsəbləşdim. Dedim, mən yaxşı, ola bilər də, sən danışmışsan, mən də danışmışam, dost kimi danışmışam. Burada mövzu bilsiz nədir? Deyir, insan elədiyi şeydən qorxar, qarşındakı da eləsin deyə. Demək ki, burada nəsə var. Mən bunu anladım. Dedim, hə, heç nə. Nəsə biz normal danışırıq, bu susmadı. Bu danışdı, bəs elə belə. Dedim, nə olsun istəyirsən? Yəni, mən sənə nə eləmişəm? Dedi, yox, sən məni aldatmısan, sən mənə xəyanət eləmirsən. Dedim, yox da, mən elə bir şey eləmərəm de. Sonra mən səndən bezsəm zaten, bunu sənə deyərəm ki, eləməyim. Mən burada sənə eşqə etiraf edirəm, burada mən sənə sevgiyə etiraf edirəm. Yox, deyir ki, sən deyir, məni həqiqətən sevsəydin, sən məni normalda da itirib axtarardın. Məndə o yoxdur. Mən götürüb heç kimə yazmıram. Yəni, məndə o yoxdur. Mən də götürdüm, blok atdım. Çünki o söz mənə toxundu. Deyirsən, mənə primə görə yaxınlaşmısın. O söz mənə çox toxundu, götürdüm, blok atdım. Sizə toxunmazdı. İndi də xətirini çox istəyirəm, həqiqətən. İndi də xətirini çox istəyirəm, özünü də çox istəyirəm. Amma bəzən alınmayanda da alınmır. Nə etmək lazımdır? Yəni, sevgidə güvən önəmlidir, uşaqlar. Əgər qarşımdakı insan mənə güvənmirsə, yəni, nə qədər sevsəm də onu, getmək məcburiyyətindəyim. Çünki nə onun vaxtını almalıyım, nə də ki, öz vaxtımı xərcləməliyim. Çünki əgər o sənə güvənmirsə, sən ona güvən vermək üçün çaba göstərirsən. Amma alınmır. Yəni, səndən gedir. Sən özünü itirirsən bir nöqtədə. Ona görə uşaqlar, əgər nə qədər çox sevsəz də, güvən pozulubsa, indi mən bir dəfə xəbər eləmədim, getdim deyə, 2 dəfə oldu, düzdür. Bir dəfə də yadımdan çıxdı. Unutqananda, mən belə şey görməmişəm, ağına ağarım. Hə, bir dəfə də yadımdan çıxdı elə. Ona da mənə qarşı şübhəsi yarandı. Piyas da bu videolara görmüsünüz. El yox, elinin gecə həyatı. Nə bilim, el yox, elinin filan kəslə, filan yerdə videosu. Güc-gücə. O videoları görür, vəbşim əsəbləşir normal olaraq, çünki məni tanımır. Onlar da inanır. Normal olaraq təbii ki, heç bir qınamıram. Hə. Belə. Hətta haqqımda yalan danışıqlar və o yalan sözlərə bir insan inanırsa və ona görə mənə sual verirsə, mən nə edə bilərəm? Konuştuğun kişi filan kəs demiyorum. Bizdə o filan kəs sözü, Türklərdə filan kəs nə deməkdir uşaqlar? Gözlərin öz gözlərindir. Can, güzəlimdir. Adə falan kəs yox. Birisi demək, birisi. Şu kişi, filan kəs. Yəni, birisi də, yəni birisi, bir nəfərdir. Adını çəkməyəcəm, çünki çoxunuz onu tanıyırsınız və bu mövzu haqqında adı keçməsini istəmir. Özünə də danışmışam bu arada, gülüb, neyse. Hə, mövzu budur. Random biri, evet, random kişi deyək. Və mənim normal olaraq dostumdur da. Oğlandır bu arada, qız deyil, oğlan dostumdur. Yox, Şahin deyil. Oqtaydır. Oqtay mənim qardaşım, mənim bratanım, mənim ürəyim. Həqiqətən Oqtay yaxşı oğlandır. Buratdır da o, Allah haqqı Burat. Qardaşım.
Elbişah nədir? Neyse uşaqlar. Değil. Cəmaatına mı çəkməyin burada? Birdir əhdi, birdir tosu, birdir Elvin, birdir o, bu. Çəkməyin cəmaatın adını. Hamısına qardaşım, hamısı mənim qardaşımın, hamısı. Tosu da, əhdi də, Elvin də, Oqtay da. TikTok əhli mənim qardaşım. Heç birinə o gözlə baxmıram zaten. Baxa da bilmərəm. Çünki mənim bütün TikTok qardaşımsınız. Allah'ın da olsun. Silirəm TikTok'u. Yok, silirəm TikTok'u. Cırılırım, yoxam. Yox uşaqlar, bugündən sonra bugün son dəfə bu haqqda danışdım. Bugündən sonra mənə bir də bu haqqda bir sual verməyin. Çox artıq dərəcədə xahiş edirəm. Çünki mən yorum filtr eləməkdən yorulmuşam. Statistika təvbə. Söhbət də budur. Xırda məsələlər böyür olur nə boyda və münasibətin ilk başları bir insanla bu qədər çox dalaşırsa, bu qədər çox güvənsiz yaranıbsa, bu münasibətin axırı olmur. Bir müddətdən sonra zaten qırılacaq. Ona görə zəhmət olmasa, niyə ona SMS-lərdən çox geç cavab verirsən? Mövzu bilsiniz nədir? Mövzu odur ki, mənim zaten başım qarşı olur. Mən təzə yer açıram. Mən setə qaçıram. Ora gedirəm, bura gedirəm. Mağaza açıram ay kişimə. Yəni mağaza açmaq, obyekt açmaq çox asan gəlir sizə. Həqiqətən çox asan gəlir mağaza açmaq. 20 yaşım var uşaqlar. Yəni normal 20